Salam kanalımızın izləyiciləri, sizə Qurtuluş Yaşayış Kompleksində lifti, qupçalı yeni bir təmirsiz mənzilimizlə tanış edəcəm. Mənzilimizin kvadrat metri 1000 manatdan ucuz düşür. Gəl. Biz daxil olduq mənzilimizin içərisinə. Deməli, sanitar qovşaqlarımız ayrı-ayrıdır. Bu bir sanitar qovşağıdır, ikinci sanitar qovşağı, mətbəximiz, bir yataq otağı, ikinci yataq otağı, buradan da balkonumuz var. Bu da qonaq otağı. İndi başlayırıq qonaq otağından. Bu qonaq otağıdır. Deməli, əziz müştərilərimiz, həmişə bizə yaxınlaşırsınız ki, biz qanuni 3 otaqlı ev istəyirik, lifti binada olsun, özümüz təmir eləmək istəyirik, öz zövqümüzlə təmir eləmək istəyirik. Həmən mənzili biz sizə tapıb göstərdik. Düzdür, bu proyektdən, bu kvadratdan bazarda az-az olur, redki hallarda çıxır. Şükür bir qardaşımızın evidir, bunu bizə satmağı haval edib, inşallah yaxın vaxtlarda da satarıq. Deməli, mənzilimizdə elektrik xəttləri çəkilib, indi isə keçirik yataq otağına. Bu bir yataq otağıdır. Mənzilimizin bir dənə də üstünlüyü var ki, üstünlüyü çoxdur əslində. Lifti olmağı, üzü gün çıxana, Duzlu gölünə görüntüsü olmağı bu ikinci yataq otağımızdır. Yəni mənzilimizi istəsəz 4 otağa da pirdelk eləyə bilərsiniz. Qanuni 3 otaqdır. Bir dənə zəhmət olmasa. Balkonumuz, bir dənə Duz gölünü göstər zəhmət olmasa. Duz gölümüz. Mənzilimiz şəhərciyinin tam mərkəzində yerləşir. Mənzillə bağçanın məhdəmər arasında 100 metr olar. Yəni maksimum 100 metr olar da. Deməli, bunlar hamısını göstərdi. Yataq otaqlarını göstərdi. Qonaq otağı. Bu da mətbəximiz. Mətbəximiz yəni göründüyü kimi böyük. Mənzilimizin 2 dənə balkon olub. 2 balkon olub, biri açılıb, qatılıb. Belə deyəndə, yəni təmirə icazə kağızı ilə, balkonun bağlanmağı ilə, balkonun icazəsi ilə bir yerdə hardasa bir 2000-ə yaxın evdə işlər görülüb. Deməli, 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Üstündə yaşayış var. Onun arxayın ola bilərsiniz. 92 kvadrat metr, 90.000 start qiymətdir. 1000 manatdan ucuz düşür. Tam yaşayışlı binadır. Deməli, mənzilimizin suyu, işığı, lifti, sənədləri tam qaydasında, qazın da xətləri çəkilib. İnşallah yaxın vaxtlarda veriləcək. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görə biləsiniz. Sağ olun.